Məlumat verdiyimiz kimi, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulub. Yeni Sabah Musa Şəkiliyev barədə maraqlı məlumatların təqdim edir. Şəkiliyev Musa Şabanoğlu 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər bir saylı orta məktəbini bitirmiş, Rostov vilayətinin Novoçerkask şəhərindəki Novoçerkask Mühəndis Meliorasiya İnstitutuna daxil olub və birinci ildə meşə təsərrüfatı mühəndisi ixtisaslara institutu bitirib. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax rayon XDS İcraiyyə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası İdarəsində rəis əvəzi Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifəsində çalışıb. Musa Şəkiliyev baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, həmçinin Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz Əhmədzadə ilə Əhməd Əhmədzadə qardaşdır. Onların barəsində rüşvət mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.